Allah rəhmət et, baban məşhur adam olub, tanınmış adam olub. Yaxşı Nuran kişidir, Allahçıl kişidir, Quran oxuyan kişidir. Azlaşdığımız uğrunda döyüşüb, çox əziyyət çəkib, əzab çəkib, müharibədə iştirak edib, cəmiyyətin yolunda, xalqının yolunda vuruşub, böyük şücaətlər göstərib. Kənddə də onun adına həmişə yaxşılığa layiq sözlər danışırlar. Onun yaxşılıq olması barədə, mülayim olmağı barədə, qayğıkeş olmağı barədə. Elə bir adamın nəvəsi də belə olar. Sağ ol ki, sən də onun yolunu davam etdirsən, xeyirxah qayğıkeşlik edirsən, yaxşı işlərlə məşğulsan. Allah sənin ömrü uzun eləsin, canını salamat eləsin. Bizim kənddə ilk dəfə məscid tikilən Kəsənin kəndindən bir molla vardı, Qulam Hüseyin kişi. O gəldi bizim kəndə mollalıq eləmək. Mən, Nuriye Pirvəli, Kərim Rəbbi və Ağayev Gülmalı kişi. Üçümüz getdik o kişidən Quran dərsi almağa. O bizə çox köməkli, Allah onun rəhmət etsin. O vaxtı həddindən artıq bizə qayğıkeşlik elədi, əziyyət çəkdi. Bizim yolumuzda bir neçə il onun yanında biz Quran oxuduq, Quranı öyrəndik. Hələ də indi də həmin o Quranı oxumağımızın böyük savabı hamısı o rəhmətli Qulam Hüseyin kişiyə gəlir. Hüzurlərdə, məsələn, kəndimizin hüzurlərində Quran oxuyuruq, düz oxuyuruq, cəmaat məclisində, hüzur məclislərində öz əlimizdən gələni köməklik edirik. Allah sənin ömrü uzun eləsin, canını salamat eləsin, işlərində yeni uğurlar arzulayıram. Sağ ol, minnətdarım.